Salam uşaqlar. İndiki mövzumuz isə Azərbaycan tarixindən Səlcuq dövlətinin yaranması və Azərbaycan dövlətlərinin onun tabelinə daxil olması haqqında olacaq. Və xəritə də sağ tərəfdədir. Yəni burada biz sizə bütün əraziləri göstərəcəyik, gəliş istiqamətləri filan hamısını göstərəcəm mən sizə. Dedik mərkəzdə Sən kökü sahiblərinin Oğuz Türk şəhərinin qınıq boyundan idi Səlcuqlular və 10-cu əsrdə İslam dinini qəbul edib Səlcuq bəyin adını almışlar. 10-cu əsrin 70-ci ildə Səlcuq bəyin başçılığı ilə Buxara ətrafına dedik ki, neynədilər? Məskunlaşdılar. Yəni bu əraziyə məskunlaşdılar Səlcuq bəyin başçılığı ilə. Daha sonra Çağrı və Toğrul bəyin dövründə daha da gücləndilər və 11-ci əsrin əvvəllərində Xorasan vilayətinə köçdülər. Xorasan da biz dəqiq bu hissələri deyəcək. Xorasan ərazisi ümumi bu ərazi Xorasan ərazisi sayılır və biz dedik Buxaradan, yəni bu əraziyə gəldilər, məskunlaşdılar və orada yaşamağa başladılar 11-ci əsrin əvvəllərində. Daha sonra Qəznənlər tərəfindən təzyiq edilən bir qism qərb doğru hərəkət edərək 1015-ci ildə Çağrı bəyin başçılığı ilə Bizansa yürüş etdilər və yürüş zamanı Van gölü və ətrafı torpaqlar nəzarətə alınaraq Naxçıvan və ətrafındakı ərazilərin Bizans və ermənilərin hücumundan qorunması təmin edildi. 1028-ci ildə Səlcuqluların Mahmud Qəznəvinin hakimiyyətinə qarşı çıxdığı Xorasan üsyanı atıldıqdan sonra bir qismi təqibdən qaçmaq üçün Azərbaycanın cənubuna köçsə burada əvvəldə hökmdarı və Əsudan onları qarşılayacaq geniş torpaqlar qarşılayaraq və geniş torpaq sahələri bağışladı onlara. Və 1038-ci ildə Toğrul bəy başçılığı Səlcuq dövlətinin əsası qoyuldu və 1157-ci ilə qədər fəaliyyət göstərdi. Səlcuq dövlətinin yaranmasının əhəmiyyətində baxaq, ümumi dünya və Azərbaycanın siyasi hadisələri böyük təsir göstərdi və İslam idarə etmə ənənələrini türk dövlətçi elementləri ilə zərginləşdi. Toğrul bəyin hakimiyyət dövründə 1038-63-cü illərdə Nişapur şəhəri dövlətinin ilk paytaxtı oldu və 11-ci əsrin ortalarına dövlətin ərazisi Mərkəzi Asiyadan Aralıq dənizindən və Dərbənd keçidinə İran körfəzinə qədər gedirdi. Yəni Mərkəzi Asiyadan, yəni bu hissədən bu hissəyə qədər geniş bir ərazini əhatə edirdi və dedik ki, şimaldan Dərbənd və cənubdan da İran körfəzini, yəni böyük bir ərazini belə əhatə edən bir dövlət idi. Səlcuqlu dövləti. Daha sonra biz deyəcəyik ki, ilk paytaxtı bayaq dedik. Haradır ilk paytaxtı? Nişapur şəhəridir. Bu şəhər Nişapur şəhəridir. İlk paytaxtı Səlcuqluların. Daha sonra deyəcəyik ki, 1040-cı ildə Səlcuqlar Mərv yaylasında Danəlikan döyüşündə Qəznəviləri məğlub edib Mərkəzi Asiya aparıcı siyasi qüvvəyə çevrildilər və Sultan Danəlikan qələbəsindən sonra Toğrul Sultan elan olundu və şərqə və qərbə doğru hərbi yürüşlərə başlamaq qərarına alındı. Və 1043-cü ildə Səlcuqun paytaxtı Nişapurdan Reyə köçürüldü. Yəni Nişapur ərazisindən paytaxt Reyə köçürülür. Yəni bir sonraki Rey şəhərinə ikinci paytaxt olur bu. Daha sonra deyəcək ki, paytaxt Məlikşahın dövründə İsfahana köçürüləcək. Və 1048-ci ildə Səlcuq qoşunları Ağrıdan keçərək Şəhətlərlə birlikdə Bizans erməni hərbi qüvvələri məğlub etdi və 1054-cü ildə Səlcuq Təbrizə hücum etdi. Əvvəldə hökmdar Vəhsani heç bir müqavimət göstərmədən Səlcuq sultanına tabe oldu və xərac ödəməyi öz öhdəliyinə götürdü. Şəhətlərdə hökmdar Əbüsələ Şavur da müqavimətsiz Səlcuqlara tabe oldu. Bu zaman Səlcuq sultanı ilə Şəhətlərdə hökmdar arasında müqavilə bağlandı. Onlar Bizans imperatoruna qarşı imperatoruna və onun təhlükə ilə Azərbaycana hücum edən erməni gürcü feodallarına qarşı birlikdə hərəkət etməli və bu yürüyüş zamanı Tiflis müsahimələri ilə Səlcuqlara tabe edildi. Daha sonra baxacaq ki, Kutalmış bəy Xəzər sahillərinə tabe edərək Arana daxil oldu və Şəhətlərlə birlikdə Bizans ordularına qarşı uğurlu əməliyyatlar apardı. İbrahim İnanc isə Qərbi İranla birlikdə Azərbaycanın bəzi cənub hissələrini tabe edərək Dəclə ətrafına çıxdı. Daha sonra Alparslan hakimiyyəti dövrünə baxacaq. Alparslan hakimiyyəti dövründə biz danışacağıq ki, 1066-cı ildə Qaratəgün Şirvana yürüş etdi. Yəni bu əraziyə yürüş etdi, Şirvan ərazisinə və 1-ci Fəribirüs onu ali hakimiyyətini qəbul etdi və şah tutulan məhrum olaraq Məlik Şutulu daşımağa başladı və xərac verməyi öz öhdəliyinə götürdü. Və Şirvançalar dövlətinin tabe olunması ilə ümumi Azərbaycanın Səlcuqlunun tabeliyinə qatılması başa çatdırıldı. Daha sonra 1071-ci ildə avqustun 26-sında baş verən Malazgirt döyüşündə Səlcuqlular Bizansları məğlub etdi və imperator 4-cü Roman Diogen əsir alındı. Alparslan əmri ilə onun qulaqları dəyişib qızıl həlqə taxıldı. Bu da demək istəyir, Rum hökmdarı Səlcuq sultanının quludur. İmperator Səlcuqların asılı qəbul edib xərac və cizyə ödəmə öhdəsini götürdü. Bir neçə müddət sonra azad edildi. Malazgirt döyüşündən sonra Səlcuq imperiyası ön Asiyada
əsas hərbi qüvvəyə çevrildi. Belə bir haşiyə ilə çıxım Roman Diogen Bizansa geri qayıdır və Konstantinopol'a qayıdır, lakin onu orada hakimiyyətdən indirəcəklər bu məğlubiyyəti üçün. Daha sonra gələk Azərbaycan dövlətinin Səlcuq imperiyasına birləşdirilmələrinin dövrləşməsinə. Deməli, Ravvadilər və Suzanın dövründə 1054-cü ildə müqavimətsiz tabe oldu. Şəddadilər Əbüsval Şavurun dövründə 1054-də müqavimətsiz tabe oldu. Tiflis Müsəlman Əmiri 1054-də müqavimətsiz tabe edildi. Lakin birinci Fərbruzun dövründə 1066-cı ildə müqavimət göstərərək tabe oldu Şirvanşahlar. Daha sonra Sultan Məlikşahın hakimiyyət dövrünə baxaq. Siyasətnamə əsərinin müəllifi Nizami Mülkün Cahan hökmdarı adlandırıldı birinci Məlikşah 1888-ci ildə göndərdiyi Buğanı, yəni Buğanı Şəddadilər arasına göndərir və Şəddadilər dövləti süqut eləyir. Daha çox və ən güclü və ən səylənmə dövrünü yaşayır Məlikşahın dövründə Səlcuqlular və çoxlu iqta paylayır həm hətta. Azərbaycan Səlcuq Sultan hakimiyyəti daha da möhkəmlənir və Məlikşah və onun vəzirinin ölümündən sonra 11-ci əsrin sonuna başlanan Dağa çəkmələr dövləti zəiflədir. Bundan əlavə burada Xırdəqə Etiyaz Nizami Mülkəm Alparslanın həm də Məlikşahın vəziri olmuşdur. Sonra sonuncu Səlcuq Sultanı Sultan Səncərin dövründən başlığı ölkəni üsyanlar bürüdü, ölkə müstəqil dövlətləri tabelərə parçalandı. Bu zaman yaranan Azərbaycan tabe dövlətin ən güclü dövlətlərdən biri oldu. Səlcuqlar dövründə Azərbaycanda əhəmiyyətli siyasi, iqtisadi, mədəni mərkəzlərin biri oldu. İqtisadiyyat və mədəniyyət inkişaf elədi. Azərbaycanda türk tayfalarının üçüncü böyük axın, Oğuz, Səlcuq axınları Cənub Qafqazı Azərbaycan üçün nəticələri aşağıdakılar qeyd olunub, yəni onlara baxıb siz qeydiyyat apara bilərsiniz. Daha sonra tutma səbəblərinə baxaq, asanlıqla tutma səbəblərini. Bunlar ki, Azərbaycanda vahid dövlətin olmaması, Azərbaycanda yaşayan əhalinin Səlcuqlara soydaş olması və Bizans erməni güclərə qarşı mübarizədə müttəfiq kimi baxmaları. Türk tayfaları Azərbaycana etnik axınlarına baxaq. 1-ci axın Eramızdan və 7-ci əsrdə Kimer İskitsa tayfaları, 2-ci axın 3 və 7-ci əsrdə Hun, Barsil, Bulqar, Sabir, Xəzər və s. və 3-cü axın isə Oğuz Səlcuqlar hesab olunur. Səlcuqlar dövləti imperatorun iqtisadi və əlaqələrin genişləmə əsas amillər bunlardır. Vahid ölçü çəki-pul sisteminin mövcud olması, ticari yolların təhlükəsizliyinin təmin edilməsi, bəzi ticari rüsumların azad olunması, bu da əlavə ticarət stimulu yaratmışdır. Daha sonra Səlcuqlar dövründə əhaldən alınan vergilərə baxaq. Alaf xas və iqta sahiblərindən alınan torpaq vergisi idi. Ərəbcə mənası qida yem mənasını verdi. Qıravlı duran keşikçi və gözətçi üçün rəsmi şəxs təmin etmək üçün alınırdı. Sonra var idi silah bahası, nal bahası və şərab bahası, ordunun silah ehtiyacını, biri at, nalı və digər ehtiyatlar üçün, biri isə ordunun digər ehtiyacı üçün sərf olunurdu. Bundan əlavə torpaq mülkiyyət növlərinə diqqət etsək, uz torpaqları var idi. Dedik ki, sərhədləri qoruyan sərkərdələrə verdi, xüsusiyyətlərinə görə isə iqtanı xatırladırdı. İqta isə hərbi siyasi dayaq yaratmaq məqsədi ilə paylanan əsas torpaq mülkiyyət forması idi. Şərti torpaq mülkiyyət forması idi. Məlikşahın dövründə iqta sistemi daha da çox inkişaf etdirildi və əvvəllər iqta sahibləri yalnız vergi toplayırdısa, zaman keçsə bu isə onlara irsi mülkiyyətə çevrilməyə başladı. İndi isə keçək Şirvanşahlar dövlətinə, 11-12-ci əsrdə Şirvanşahlar dövlətinin vəziyyətinə. Kəsəhan sülaləsinin hakimiyyətə gəldi 1027-ci ildən 1382-ci ilə qədər hakimiyyətdə oldu. Mənçəhörün dövründə bu hadisələr baş verdi. Şirvanşahlar dövləti Məzədilər sülaləsinin hakimiyyətə başa çatdı və Kəsəhanlı hakimiyyətə gəldi. Əbüsəl Şavra 1-ci Mənçəhör oxşar cəhətlər var, burada alanlara qarşı mübarizə. Əsas burada nəyə toxunacaq biz? 1030-cu ildə Ruslar dəniz yolu Şirvana hücum etdi. Ruslarla döyüşdə çoxlu Şirvanlar hərək oldu və Rusların irələməsinin qarşısını almaq üçün Araç çayının qarşısına bəndlər çəkildi və bununla da hücum dəfn olundu. 1032 və 1033-cü illərdə Alanlar və Sərvanlar hücum etsə də yenə məğlub oldular. 1-ci Fərbruzun dövründə deməli biz bayaq qeyd etdik, 1066-cı ildə 40.000 dinar verərək Səlcuqlulara tabe oldu. Şirvanşah ləğv edildi, lakin dövlət daxili müstəqillik saxlanıldı və Şirvan hökmdarı məişət tutumu daşımağa başladılar. Daha sonra baxacaq 11-ci əsrin sonlarında Şirvanşahlar dövləti, 11-ci əsrin sonlarında Şirvanşahlar dövləti yenidən müstəqil oldu və Gürcü və erməni feodalları ümidləndirdi. Başlayan Səlib ülkəyə Gürcü və erməni feodalları ümidləndirdi. Bizans Avropa qapıları açaraq Səlibçiləri Səlibçilərə qarşı qarşılaşmasına nail oldu.
və 11-ci əsrin son 12-ci əsr əvvəllərində Gürcüstan Şirvanşah yaxınlaşan səbəbi Səlcuqlara qarşı birləşdirən mübarizə idi. Gürcü çarı 4-cü David Bizans imperatoru Qıpçaq türklərinin hökmdarı Atrak və Qərbi Səbəbçiləri ittifaq qurdu. Bu ittifaqdan sonra biz baxacağıq ki, məqsədləri türk müsəlman aləminin cəmi qarşısına sıxışdırıb çıxarmaq və Azərbaycan torpaqlarının öz arasında bölüşdürmək idi və buna görə də 1120-ci ildə 1-ci Afridunun Səlcuqlar ittifaqı pozmamasını bəhanə edərək 4-cü David 1120-ci ildə Şirvana basqın edərək Qəbələni işğal etdi. Daha sonra 13-cü əsrin əvvəllərində Şirvanşah 3-cü Mənsurin hakimiyyətinə baxaq, İraq Səlcuq sultanının zəifləməsindən istifadə edərək xarici siyasətdə dəyişikliklər etdi. Nə etdi? Deməli, Səlcuq imperiyası ilə ittifaqdan çıxdı və onları üz döndərdi. Səlcuqlara illik 40 min dinar verməkdən imtina etdi və Şirvanşah dövlətinin Gürcü hökmdarlı ittifaqını möhkəmləndirdi. 3-cü Mənsurin dövründə Şirvan Gürcüstan məsələdə yaxınlaşmasının səbəbləri bunlar idi. Böyük Səlcuq imperiyasının zəifləməsi və 3-cü Mənsurin arvadı Tamarın Gürcü hökmdarı Davidin qızı olması idi, yəni qohumluq əlaqələri var idi. 1121-ci ildə Didiqor döyüşü nəticəsində Gürcülər və onların müttəfiqləri, Qıpçaq türkləri, Osetinlər və Qərbi Orta Sərhədçiləri Səlcuq qoşunlarını məğlub etdi və 1122-ci ildə Tiflis Müsəlman Əmirliyi ləğv edildi və Tiflis şəhəri Gürcü dövlətinin paytaxtına çevrildi. Daha sonra baxacaq 11-ci əsrin ikinci yarısında Səlcuqa vergi verməyə məcburan Gürcülər asılığa son qoyuldu. Yəni 1122-ci ildə həm Tiflis alırlar əllərindən, həm də dedi ki, 11-ci əsrin ikinci yarısında asılı olan Gürcülər Səlcuqlardan artıq onların asılılığına son qoyuldu. Daha sonra 1123-cü ildə İraq Səlcuq Sultan Mahmud Şirvana hücum etdi. Səbəbləri isə 3-cü Mənsurin Səlcuq imperiyasının ittifaqdan çıxması və illik vergi verməkdən imtina etməsi. Lakin Məsudun hücumu zamanı Şirvanşahların Gürcü çarlarına və Qıpçaqların birləşmiş qüvvələri məğlub oldu. Sultan Mahmud həmin hücum zamanı və geri çəkilməyə məcbur oldu. Bundan da istifadə edən 4-cü David 1124-cü ildə Azərbaycan, yəni Şirvan ərazisində hücum edərək Şamaxı, Şabran və Buğurt qalasını ələ keçirdi. Şirvanın şəhər və qalaları Gürcü qarnizonları yerləşdirib özü buranı tərk etdi. Lakin 4-cü Davidin ölümündən sonra, yəni 1125-ci ildə Gürcülər Şirvanı tərk etdi, 3-cü Mənsurin hakimiyyətinə müstəqilliyini bərpa etdi. 4-cü Davidin oğlu Demetrin hakimiyyəti dövründə isə Gürcüstan Şirvana olan iddialarını əl çəkdi. Hər iki ölkə arasında normal qonşuluq münasibətləri yarandı və 12-ci əsrin ortalarında Şirvanşahlar dövləti Cənubi Qafqaza ən nüfuzlu siyasi amilə çevrildi. İndi baxacaq 1-ci Axistan hakimiyyəti dövründə. 1-ci Axistan hakimiyyəti dövründə nələr baş verir? Deməli, 1-ci Axistan hakimiyyəti dövründə baxacaq ki, 3-cü Mənsurdan fərqli olaraq Səlcuqlar münasibətləri bərpa etdi və onlara dostluq əlaqələri qurdu. Gürcü Eldəniz və Xarəzmşahlar dövləti ilə münasibətləri yaxşılaşdırdı. Dərbənd keçidini təmin edərək möhkəmləndirdi. Çoxlu qala və qüllələr tikdirdi, müdafiə istehkamlarını bərpa elətdirdi. 1173-cü ildə Gürcüstanın mərkəzi hakimiyyətinə qarşı qiyamını yatırmaq üçün 3-cü Göyərgəyə kömək etdi və 1175-ci ildə Şirvana hücum edən Slavyan donanması Gürcü çarı 3-cü Göyərgənin köməyi ilə məğlub edib ölkədən qovdu. Və 1192-ci ildə paytaxtı Şamaxıda baş vermiş zəlzələyə görə paytaxt Bakıya köçürüldü və paytaxt ondan sonra ta Şirvanşahlar dövləti süqut edənə kimi Bakı şəhəri oldu. Və beləliklə Axistan varislərinin dövründə Azərbaycanın şimal torpaqları yaranan siyasi sabitlik Şirvanın iqtisadi və mədəni inkişafına səbəb oldu. Şirvanşahların nüfuzu daha da artdı və əlavə konspekt var burada. Oxuyaq onda 1-ci Axistan kiçik qardaşı Qıpçaqların dəstəyi ilə hakimiyyətə almağa və Şirvanı Gürcüstana tabe etməyə cəhd etsə də şahın böyük oğlu 1-ci Axistan Atabəylər dövlətlə hərbi yardımı ilə bu cəhdi dəf etdi və hakimiyyətə aldı. Onun dövründə Şirvanşahlar xarici təhlükələrə qarşı daha da güclü müdafiə quruluşu yaratdı və regionda sabitlik bərqərar oldu. Şirvanşahlar dövləti haqqında da məlumat bu qədərdir. Ümumi hamısı xəritəyə baxarsınız, yəni əsas Şirvanşahlar ərazisi bu. Bu ərazidə Şirvanşahlar ərazisi idi. Diqqətlə baxsınız, paytaxtı Bakı idi. Yəni bizə lazım olan bu mövzuda paytaxt Bakı olur, bir də Şamaxı olur. Şamaxı da təqribən bu ərazilərdə olur. Şamaxı da təqribən bu ərazilərdə, yəni Bakıya yaxın ərazidə və bu hissələrdə Şamaxı şəhəridir və bu hissələrdə və Bakı şəhəri də bura, yəni paytaxt Şamaxıdan Bakıya köçürüləcək. Diqqətlə baxaq, diqqətlə oxuyaq, videonu dayandırıb, yəni qeyd apara bilərsiniz. Əsas o ki, tam dəqiqli mənimsəyə biləsiniz və sizin üçün faydalı olsun. Ümid edirəm faydalı olacaq. Oldu, hamıya uğurlar, çox sağ olun.